Bilirsiniz, biz adətən sübut və ya dəlil sözünü eşidəndə ağlımıza çox dəqiq, belə riyazi, az qala mühəndislik səviyyəsində konkret bir şey gəlir. Yəni, təsəvvür edin ki, qolunuzu sındırırsınız və rentgen aparatına girirsiniz. Aha, ən klassik nümunə. Bəli, həkim o qaranlıq plonkada ağ, kəsik bir xətt görür, barmağını uzadır və böyük bir əminliklə deyir ki, bax, sümüklərin qırılan yeri budur. Və hər şey tam aydındır. Düzdür, hər şey aydındır. Məsələ də elə bundadır əslində. Biz bəşəriyyət olaraq bu cür ikili konkret sistemlərə öyrəşmişik. Yəni, ya xəstəsən, ya sağlam. Ya ağdır, ya qara. Tamamilə. Ya bir şey düzdür, ya da səhvdir. Bu cür yanaşma bizim beynimizə çox böyük bir rahatlıq verir. Düzdür. Biz hər şeyin gözlə görünməsini, belə rahatca qutulara yerləşdirilməsini sevirik. Amma indi təsəvvür edin ki, o güvəndiyimiz rentgen aparatı sümükləri yox, reallığın özünü çəkməyə çalışır. Yəni, həqiqət və dəlilik arasındakı o çox incə cizgini. Bax, orada işlər qəlizləşir. Özü də necə? Qəfildən o kəsik xətləri itir. Biz elə bir mənzərəyə baxırıq ki, diaqnoz qoymaq mümkünsüzləşir, xətlər tamamilə bir-birinə qarışır. Yəni, bu artıq konkretliyin yox olduğu, hər şeyin bir-birinə keçdiyi fəlsəfi və belə deyək, kognitiv bir dumanlıq vəziyyətidir. Aha. Həqiqət kimi görünən şeyin içində böyük bir illüziya ola bilər, dəlilik kimi görünən şeyin içində isə çox yüksək bir nizam ola bilər. Bax, bugün stolumuzun üstündəki mənbə məhz bu dumanlığı, bu qəribə qarışıqlığı yarmağa çalışan bir mətindir. Söhbət sadəcə quru, elmi bir məqalədən getmir. Qarşımızda 2022-ci ilin 28 aprelində İstanbulda yazılmış və axırıncı qayıdış imzası ilə bitən olduqca dərin, fəlsəfi, hətta deyərdim mistik bir qeyd var. Çox fərqli bir mətindir, həqiqətən. Yaxşı, gəlin bunu birgə araşdıraq. Bugünkü missiyamız bu poetik mətni deşifrə etmək, müəllifin cəmiyyətin inkişafı, həqiqət və işığın kosmik davamiyyəti haqqında əslində nə demək istədiyini anlamaqdır. Və bu heç də asan məsələ deyil. Heç deyil. Fikirləşin, siz, bəli, bizi dinləyənlərə deyirəm, informasiya bolluğu içində az qala boğulduğumuz bu dövrdə mütləq həqiqəti necə tapacaqsınız? Və ən əsası, niyə cəmiyyət tarixi irəli aparan fərqli düşüncəli insanları çox vaxt sadəcə olaraq dəli damğası ilə kənara atır? Bilirsiniz, mətn elə ilk cümlələrindən bu damğanın heç də təsadüfi olmadığını göstərir. Biz burada həm vizual, həm də çox güclü bir lingvistik zərbə ilə qarşılaşırıq. Diqqət edin, müəllif dəli və dəlil sözləri ilə oynayır. Aha, söz oynayadır. Bəli, amma bu sadəcə bədii bir oyun, hansısa qafiyə xatirinə yazılmış bir şey deyil. Bəli, baxın mətndə necə yazılıb. Sitat gətirirəm. Dəlil ən böyük təkamülün dəli dərəcəsidir. Və dərhal ardından soruşur ki, təkamül nədir? O, ən böyük dəlilin sübut dərəcəsidir. İnanılmaz bir ifadədir. Bizim dilimizdə, yəni Azərbaycan dilində bu iki söz arasında, dəli və dəlil arasında cəmi bircə hərf fərqi var. Amma sanki müəllif çox böyük bir fəlsəfəni o tək hərfin içinə sığdıra bilib. Həm də elmlə cahillik arasındakı ziddiyyəti çox gözəl göstərir. Tamamilə təəccübləndirir. Deyir ki, cahildən qorxma, kamilliyin dəlilik dərəcəsinin xətasından, fəsadından qorx. Yəni əsl təhlükə? Yəni əsl təhlükə heç nə bilməyən, savadsız insan deyil, nələrisə həddindən artıq dərk edib, cəmiyyət üçün dəliyə çevrilən insanın yaradacağı fəsaddır. Burada ən heyran edici məqam odur ki, müəllif neyrobiologiya və sosiologiyanın kəsişməsində duran, çox real bir həqiqəti mistik bir dillə izah edir. Neyrobiologiya deyəndə nəyi nəzərdə tutursunuz? Baxın, insan beyni öyrəşib ki, dəlil, yəni sübut, nizamı və qaydanı təmsil edir. Dəli isə xaosu. Amma mətn iddia edir ki, ən böyük nizam, yəni mütləq həqiqətin özü, sıravi cəmiyyət üçün xaos kimi qavranılır. Biz bunu elmi baxımdan da sübut edə bilirik. Yəni, insan beyni paradigmasını dəyişdirən, illərlə inandığı təməlləri sarsıdan yeni bir məlumatla qarşılaşanda, beynin qorxu mərkəzi var. Amigdala dərhal o aktivləşir. Aha, qorxu mərkəzi. Bəli. Sizə kimsə küçədə fiziki olaraq hücum edəndə, beyniniz necə reaksiya verirsə,
Yeni və sizin inancınızı qıran bir ideya eşidəndə də tamamilə eyni fiziki reaksiyanı verirsiniz. Yəni mənə nəsə fərqli, inqilabi bir həqiqət deyiləndə, mənim beynim onu analiz etmək, anlamaq əvəzinə sadəcə məni qorumaq üçün onu bioloji bir təhdid kimi görür. Tam olaraq belədir. Çünki bizim inanclarımız, fikirlərimiz həm də bizim şəxsiyyətimizdir. Əgər o inanc yıxılsa, sən sanki kim olduğunu itirirsən. Dəhşətdir. Ona görə də ən böyük sübut, yəni o təkamülün dəlili qarşımıza çıxanda, kütlə olaraq biz ona baxıb, bax bu həqiqətdir demirik. Biz özümüzü qorumaq üçün dərhal ona dəlillik deyirik və onu kənarlaşdırırıq. Çox məntiqlidir. Amma mətndəki o fəsad məsələsinə mən bir qədər fərqli yanaşmaq istərdim. Müəllif fəsaddan qorx deyəndə, bəlkə də onu heç mənfi mənada demir. Fəsad həm də çox böyük bir dəyişimdir, inqilabdır. Mövcud və çürümüş sistemi məhv edən hər şey əvvəlcə fəsad kimi görünməlidir. Bəli, bu inkişafın çox ağrılı mexanizmidir əslində. Baxın, tip tarixindən çox sarsıdıcı, amma yerinə düşən bir nümunə var. Maraqlıdır. Nə nümunəsi? 19-cu əsrin ortalarında Şotlandiyada James Young Simpson adlı bir həkim var idi. O dövrdə əməliyyatlar, xüsusən də doğuşlar dəhşətli ağrılarla, heç bir keydici olmadan keçirdi. Təsəvvür etmək belə qorxuncdur. Elədir. Və Simpson xloroformu, yəni anesteziyanı tətbiq etməyə başlayanda nə baş verdi bilirsiniz? Yəqin ki, hamı sevinib onu qəhrəman elan etmədi. Əksinə, tibb dünyası və xüsusən də din xadimləri ona sözün əsl mənasında müharibə elan etdilər. Onu dəli, ilahi nizamı pozan şeytan falan adlandırdılar. Səbəb isə o idi ki, o dövrün inancına görə insan, xüsusən də qadınlar, o ağrını təbii olaraq çəkməlidirlər. Bax, yenə də inancın yeni həqiqətə müqaviməti. Tamamilə. Simpsonun əlində anesteziya kimi konkret, işləyən, insanı xilas edən bir dəlil var idi. Amma cəmiyyət o dəlili çox böyük bir dəlilik və fəsad kimi qavradı. Yalnız illər sonra bu reallıq qəbul edildi. Bu olduqca dəqiq bir analogiyadır. Yeni həqiqət əvvəlcə həmsə anomaliyadır. Lakin məhz belə tək-tük dəli adlandırılan insanların sayəsində kütlə addım-addım irəli gedə bilir. Amma burada məni narahat edən bir məqam var. İstəyirəm sizin fikrinizi bilin. Buyurun. Biz əsl dahi, yəni o cəmiyyəti irəli aparan şəxsinən, gəlin açıq danışaq, sadəcə psixoloji problemləri olan xəstə birini necə fərqləndirəcəyik. Yəni ikisinin də fikri mövcud reallığa uyğun gəlmir, ikisi də mövcud sistemə ziddir. Bu əslində insanlığın ən qədim fəlsəfi dilemmalarından biridir. Fərq mənbədədir. Necə yəni mənbədədir? Psixoloji xəstəlik reallıqla əlaqəni tamamilə qoparır və qapalı, çıxılmaz bir dövrə yaradır. Həqiqi dəlil gətirən isə yeni, daha geniş və işləyən bir reallıq açır. Sadəcə biz, yəni geridə qalanlar, o reallığı dərhal anlaya bilmirik. Cəmiyyətin faciəsi isə odur ki, bayaq dediyimiz o qorxuya təslim olub, hər ikisini eyni kateqoriyaya salır. Hər ikisini eyni şiddətlə rədd edir. Elə mətnin bizə apardığı növbəti dayanacaq da məhz cəmiyyətin o qaranlıq, şiddət dolu reaksiyasıdır. Buradakı detallar həqiqətən qan dondurucudur. Zülm məsələsi. Bəli. Yazır ki, ilahiyyat elmi bu bəşəriyyətə yad olduğu üçün həqiqətən dəlil gətirənlərə həmişə dəli deyiblər. Və insanların onlara qarşı reaksiyası o olub ki, canını alıb, dar ağacına çəkib dərisini soymuşlardı. Çox sərt ifadədir. Təsəvvür edirsiniz, bu sadəcə o fərqli insanı cəmiyyətdən, belə deyək, qovmaq, təcrid etmək deyil, onu fiziki olaraq məhv etmək, onun gətirdiyi həqiqəti bədəni ilə birlikdə yox etmək istəyidir. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, bu şiddət heç də təsadüfi deyil. Sizin bayaq dediyiniz o bioloji qorxu kütləvi miqyasda böyük bir aqressiyaya çevrilir. Lakin mətndə fəlsəfi baxımdan mənim diqqətimi ən çox çəkən məqam bu nəticə deyil. Müəllifin bu inamsızlığın kökünü necə izah etməsidir. Bəli, insanın bu qəribə şübhəsinin kökünü araşdıranda çox maraqlı, gözlənilməz bir keçid edir. Mənbədə qeyd olunur ki, insanın şübhəsi ilkin adamlıqdan, o adamların aldandığı iki cütlükdən gəlir. Çox dərin məqamdır. Yaradılış mifologiyasına, onların o ilk aldanışına göndərmə var. Müəllif sanki demək istəyir ki, həqiqətə şübhə ilə yanaşmaq, inanmamaq elə bizim DNT-mizdə ən ilkin kodumuzda var. Bu çox pessimist,
amma eyni zamanda reallığı çox yaxşı əks etdirən yanaşmadır. İnsan təbiəti daim aldanmağa meyillidir və mətn daha da irəli gedərək bu aldanışın necə sistemləşdiyini göstərir. Necə sistemləşib ki? Mətndəki ifadəyə diqqət edin. Deyir ki, səmavi kitabları öz xeyrinə saxtalaşdıran dəlilər bəşəriyyəti 7 say üstü bürümüşdür. Aha, 7 say üstü. Deməli, həqiqət təkcə fərdlər tərəfindən inkar edilmir. O, böyük qruplar tərəfindən məqsəd yönlü şəkildə manipulyasiya edilir, institusionallaşdırılır və sadəcə kütlələri idarə etmək üçün istifadə olunur. 7 say üstü istər qədim inanca görə dünyanın 7 qatı olsun, istərsə də 7-nin tamlıq rəqəmi olması olsun, bu saxtakarlığın bütün dünyanı əhatə etdiyini simvolizə edir. Bəs belə bir qaranlığın, manipulyasiyanın içində o həqiqət gətirənin işi nə dərəcədə çətindir? Mətndə belə bir nida var. Deyir ki, bəşərə dəlil gətir, dəlilər dəli olana qədər dəlil gətir. Çox yorucu bir prosesdir. Bəli, bu məni istər-istəməz Platonun mağara mifinə apardı. Platon deyir ki, təsəvvür edin, insanlar doğulduqları gündən qaranlıq bir mağarada zəncirlənib məhz. Onlar ancaq divardakı kölgələri görür və elə reallığı o kölgələr hesab edirlər. Bir gün kimsə o zəncirlərindən qurtulur, mağaradan çölə çıxır və əsl dünyanı, işığı, günəşi görür. İlk anlarda o işıq gözlərini o qədər ağrıdır ki, az qala qor olduğunu düşünür adam. Çünki qaranlığa öyrəşib. Təbii, amma gözə alışandan sonra o möhtəşəm həqiqəti anlayır. Və həmin adam böyük bir həyəcanla mağaraya o qaranlığa qayıdır ki, insanlara desin ki, ay cəmaət, kölgələr yalandır, çöldə əsl işıq var. Bəs nə baş verir? Ona dəli deyirlər. Bəli, Platon yazır ki, mağaradakılar ona gülərlər, sən dəlisən, bayıra çıxmaq sənin gözlərini kör edib deyərlər. Hətta onlarda güc olsaydı, o adamı tutub öldürərdilər ki, bir də kimsə onlara o işığın adını çəkməsin, rejim pozulmasın. Mətndəki o dərini soymaq məsələsi eyni ilə qaranlığa öyrəşmiş insanların işıq gətirənə reaksiyasıdır. Platonun bu analogiyası mətnin ruhuna inanılmaz dərəcədə uyğundur. Gözləri qaranlığa alışmış cəmiyyət üçün işıq görməyə təmin edən bir vasitə deyil, sadəcə fiziki ağrı mənbəyidir. Lakin mən sizin bu yanaşmanızı bir qədər sınamaq istəyirəm, icazənizlə. Buyurun, əlbəttə. Siz mağara mifindən yola çıxaraq, ilahiyyatın və ya mütləq həqiqətin öz-özlüyündə qüsursuz olduğunu, sadəcə insanların onu saxtalaşdırdığını qeyd etdiniz. Bəli, mətn sanki bunu deyir. Bəs əgər mətn bizə deyirsə ki, problem təkcə insanların saxtakarlığı deyil, ümumiyyətlə fəlsəfənin və dinin təməllərinin insani cəhdlərlə dərk edilməsinin mümkünsüzlüyüdür. Yəni, bəlkə də insan təbiəti elə kökündən bu qədər qüsurludursa, bizim xilasımız tamamilə fərqli bir ölçüyə, məsələn, daha kosmik bir nizamın anlaşılmasına bağlıdır. Bax, məsələ burada həqiqətən də maraqlı hal alır. Çünki siz bunu deyən kimi, mətn sanki bizi eşidirmiş kimi öz oxunu tamamilə fərqli istiqamətə çevirir. Bəli, dil dəyişir mətndə. Özü də necə, müəllif bəşəriyyətin yer üzündəki manipulyasiyasından qurtulub, qəfildən fizika və kosmologiya terminlərinə bənzəyən ifadələrə keçid edir. Mətndə çox heyrətamiz bir cümlə var. Deyir ki, işıq zərrələr arasında o spektr, günəşin zaman ayrımında o zamandan, məkandan uzaq dəlildir. Çox qəribə cümlədir. Və dərhal ardınca böyük hərflərlə belə az qala bağıraraq bir şuar yazır. İşıq davamiyyətdədir. Bu isə çox vacib bir sual doğurur. Niyə məhz işıq və niyə məhz o zamandan və məkandan uzaqdır? Mətnin o fəlsəfi arxitekturasına baxsaq, işıq sadəcə fiziki bir element deyil orada. O, mütləq məlumatın, o dəyişməz kosmik həqiqətin daşıyıcısıdır. Aha. Yer üzündə kitablar saxtalaşdırıla bilər, dahilərin dərisi soyula bilər, nəsillər yox ola bilər. Amma işıq heç vaxt dayanmır. O, insanların o xırda konfliktlərindən tamamilə asılı olmayaraq, yorulmadan kainatda axmağa davam edir. Yəni, o, mütləq azaddır. Düzü, mənim fizika ilə aram o qədər də dərin deyil, yəni, amma məktəb illərindən və ya haradasa oxuduğum o Einsteynin nəzəriyyələrindən yadıma gələn bir şey var. Nədir o? Deyəsən, fizikada belə bir qanun var ki, sürət işıq sürətinə çatanda zaman dayanır, elə deyil? Yəni, əgər foton o işıq zərrəsi kainatın bir ucundan milyard illik bir yol gətirib gəlib mənim gözümə çatırsa,
O fotonun özü üçün əslində zaman ümumiyyətlə keçmir. Tamamilə düzdür. Onun üçün keçmiş yoxdur, gələcək yoxdur, hər şey eyni anda, yəni sıfır zamanda baş verir. Bu o deməkdirmi ki, işıq fəlsəfi mənada yox, elə sırf riyazi fiziki mənada da həqiqətən zamandan və məkandan uzaqdır? Bəli, bu Einsteynin xüsusi nisbilik nəzəriyyəsinin ən təməl, eyni zamanda ən belə ağlasığmaz nəticələrindən biridir. Hərəkət edən obyekt üçün zaman yavaşlayır və tam işıq sürətində zamanın axışı həqiqətən də sıfıra inir. Bir foton üçün nə zaman var, nə də məsafə. İnanılmazdır. Müəllifin fəlsəfi mistik bir mətndə modern kvant və nisbilik fizikasının ən vacib prinsipini bu qədər dəqiq şəkildə istifadə etməsi həqiqətən valeh edicidir. Bu bizə göstərir ki, mütləq həqiqətə, o kosmik dəlilə çatmaq, dünyəvi zamanın və məkanın məhdudiyyətlərindən, qayğılarından qurtulmaq deməldir. Yəni o mağaradan tamamilə çıxmaq deməlidir. Bəli, insan şuuru o işıqla həmahəngləşdikdə artıq kütlənin sizə sən dəlisən deməsinin heç bir əhəmiyyəti qalmır. Çünki sən artıq onların zamanında yaşamırsan. Sən kosmik zamanın içindəsən. Və dərhal ardınca mətn bizi yenidən sınağa çəkir, bu dəfə rəqəmlərlə. Müəllif yazır ki, ikilik doqquzluqda səkkizliyin hökmü axırda cəmləşsin. Bəli, bu hissə çox sirlidir. Mən bura gələndə öz-özümə dedim ki, yaxşı 2, 9, 8, biz indi də riyaziyyata keçdik. Bu nəyin kodudur? Kainatın sirri bu 3 rəqəmdədir, yəni. Əslində, riyaziyyat və mistisizm tarix boyu həmişə qol-qola addımlayıb. Qədim Pifaqorçulardan tutmuş, bugün fizikanın təməlini qoyan simlər nəzəriyyəsinə, yəni string teoriya qədər, hər şey dünyanı rəqəmlər və titrəyişlər ardıcıllığı kimi izah etməyə çalışır. Simlər nəzəriyyəsi, bəli, eşitmişəm. Simlər nəzəriyyəsi kainatın ən kiçik hissəciklərinin fərqli tezliklərdə titrəyən ipliklər olduğunu deyir. Yəni, hər şey əslində bir harmoniyadır. Mətndəki rəqəmləri də fəlsəfi baxımdan çözməyə çalışsaq, olduqca məntiqi bir ardıcıllıq görə bilərik. Gəlin baxaq. Məsələn, ikilik. İkilik çox güman ki, dualizmdir. Yəni, qaranlıq və işıq, dəli və dəlil, cahil və kamil. Bizim hər gün içində çarpışdığımız, yorulduğumuz bu ziddiyyətlər sistemi. Doqquzluq isə bir çox qədim ənənədə tamlığın, makrokosmosun, belə deyək, bir dövrün bitməsinin simvoludur. Başa düşdüm. Bəs səkkizlik? Səkkizi yan yatıranda sonsuzluq işarəsi olur axı. Məhz. 8 həm üfüqi olaraq sonsuzluq, həm də kosmik dövranın, yəni balansın rəqəmidir. Deməli, müəllifin bu formulunu belə oxuya bilərik. Həyatdakı bütün bu ikili ziddiyyətlər, davalar və əzablar nəhayətində böyük kosmik tamamlanmanın içində həll olunacaq. Və yekunda işığın o qırılmaz davamiyyəti, sonsuzluğun hökmü qalib gələcək. İnanılmaz bir tapıntıdır. Bu qədər kosmik dərinliyin, yəni fizikanın və saxtakarlıqlarla dolu o qanlı bəşər tarixinin fonunda müəllif mətni çox sadə, praktik və insani bir nəsihətlə bitirir. Yazır ki, uca göylərin dəlillərinə qoşul, amma əlavə edir, vəhşiləşmə, dəli görsən hikmətin sahibində qal. Bu ən vacib hissədir bəlkə də. Mən buna heyrət etdim. Yəni, bütün o dar ağaclarına, o təqiblərə, dəri soymalara rəğmən o bizdən intiqam və ya aqressiya istəmir. İstəmir çünki əgər sənə dəli deyən və səni təqib edən kütləyə qarşı eyni qəzəblə, eyni aqressiya ilə cavab versən, sən fəlsəfi mənada onlara məğlub olursan. Aqressiya və qəzəb səni fərqli və ya uca etmir. Əksinə, o səni eyni ilə tənqid etdiyin o idarə olunan vəhşilərdən birinə çevirir. Vəssalam. Çox düzgün vurğuladınız. Hikmətin sahibində qalmaq, yəni rasionallığını, təmkinini qorumaq, əslində elə işığın təbiətini anlamaqdır. İşıq bağırmır, o qışqırmır. O sadəcə və sadəcə oradadır, səssizcə mövcuddur. İnsandan istənilən də məhz həmin o obyektiv sükunəti tapmaqdır. Yaxşı, bütün bunlar əslində nə deməkdir? Yəni, bu qısa, şifrəli, amma içi böyük kainatla, fizika və inkişafla dolu mətndə öyrəndiklərimizi necə xülasə edə bilərik? Biz bugün gördük ki, həqiqəti gətirmək sadəcə qürur duyulacaq bir addım yox, əksinə çox ağır, hətta bəzən həyati təhlükəsi olan bir yükdür. Bəli. Belə, siz elmi və ya fəlsəfi bir dəlil tapıb o mağaradan çıxa bilərsiniz. Amma gözləməyin ki, cəmiyyət dərhal sizi alqışlayacaq, qəhrəman edəcək. Onlar sizi böyük ehtimalla dəli elan edib kənar atacaqlar.
Çünki o kamil bilik kütlənin təməl qorxularına toxunur. O amigdala həmişə işə düşəcək. Elədir. Lakin bütün bu tarixi təzyiqin və saxtalaşdırılmış inancların qarşısında insanı qoruyan yeganə çıxış yolu mətnin bağıraraq dediyi o işığın davamiyyətinə inanmaqdır. Sonda kosmik bir nizam var və ən vacibi səni anlamayanların içində vəhşiləşməmək, həmişə hikmətin sahibində qalmaqdır. Gözəl xülasədir. Bilirsiniz, ünlürsünüzdən, yəni bizi dinləyənlərdən bir xahişim var. Bir anlıq dinlədiyiniz bu fəlsəfəni öz gündəlik həyatınıza, adi məişətinizə gətirin. İş yerində o köhnəlmiş, mənasız bir qaydanı dəyişmək üçün ilk dəfə tamamilə fərqli bir ideya səsləndirəndə, ya da böyük bir ailə və ya dost məclisində hamının belə kör-körana inandığı bir mifə qarşı rasional bir argumentlə çıxış edəndə, o otaqdakı ani sükutu xatırlayın. O sükut çoxlarına tanışdır. Bəli, o sükutun ardınca kiminsə mütləq gülümsəyərək sən dəlisən, bu heç vaxt işləməyəcək deməsini xatırlayın. İndi bu mətni dinlədikdən sonra o anı yenidən beyninizdə canlandırın. Bu mətn sizə çox güclü bir təsəlli, hətta bir təsdiq verir ki, bəlkə də sizə yapışdırılan o dəlili etiketi əslində təkamülün, inkişafın ən yüksək sübutu, yəni kainatın dəlilidir. Siz fəsad deyilsiniz, siz inkişafın öz başlanğıcısınız. Tamamilə qatılıram. Amma sonda mən istəyirəm ki, sizi çox vacib, bəlkə biraz da narahat edici bir düşüncə ilə baş-başa buraxım. Əgər mətnin də iddia etdiyi kimi işıq, yəni həqiqət həqiqətən də zamandan və məkandan kənardırsa və tarix boyu yandırılan, təcrid edilən o dəlilər əslində kainatın işığını görən, mağaradan çıxan yeganə varlıqlardırsa, bəs onda biz, bəli, biz, özünü çox normal, ağıllı və rasional hesab edən bu nəhəng əksəriyyət, Bax, bu qorxulu sualdır. cəmiyyəti düzgün idarə etdiyini və hər şeyi bildiyini düşünən kütlə, bəlkə illüziya içində yaşayan, elə qorxularına əsir olan, bir-birinə kölgələri gerçək kimi sırıyaraq, reallıqdan tamamilə qopmuş, əsas müalicəyə ehtiyacı olan əsl dəlillər ilə biz özümüzük? Düşünmək üçün yaxşı sualdır, elə deyilmi? Cəmiyyətin otaqlarında həmişə, işıqda, sonsuz davamiyyətdə və hikmətdə qala bilməyiniz diləyi ilə, növbəti dərin təhlillərimizdə görüşənədək.